اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: وعنت الوجوه للحي القيوم وقد خاب من حمل ظلما. صدق الله العلي العظيم. Allah Teala bu cuma gününü bütün mümin müminatlara mübarek eləsin. Allah her bir kesin ibadet itaatlerini kabul eləsin. Allah şəhidlərimizi Kərbəla şəhidləri ilə məhşur eləsin. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Cümə günü gözəl gündür, əziz gündür və Allahdan öz bağışlanmağımızı diləyək. Allah nə günahlarımız var, günahlarımızdan əffə qələm çəksin. Və cümənin bir mənası da budur ki, insanların bir yerə cəm olması, bir yerdə namaz qılması, bir yerdə ibadət itaat eləməsi və bir yerdə Allahdan dua eləməsi, amin deməsi gözəldir. Hədislərimizdə də vardır ki, bir nəfər dünyasını dəyişir, əgər onun cənazəsində 40 dənə mömin olsa, Allah o şəxsin günahını bağışlayar. Allah Teala bizlərə bir din, İslam dini elə bir din, gözəl dindir ki, insanları, müsəlmanları bir yerə cəm edir və bir yerdə ibadət eləməyi, bir yerdə namaz qılmağı hər birimizə lazım bilir. Ona görə bir-birimizə qarşı, yəni cəmaat namazında iştirak eləmək, Allahın o namaza savab verməsi gözəldir. Və bunun haqqında da hədislər və ya Quran ayəsi də hətta vardır ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَرْكَعُوا مَعَ الرَّاكِعُونَ Rükû edin, rükû edənlərlə birlikdə. Yəni bir yerdə cəm namazı qılmaqlığı da Quranda və hədislərimizdə gəlib bizlərə yetişir. Allah ibadət itaatlərimizi qəbul eləsin inşallah. Allah Teala Quran-ı Kərimdə insanlara müjdələyən ayələr, cənnət ayələri və cəhənnəm ayələri buyurulur. Və bu yaşayışımızdan hədd-i-buluğa yetişəndən sonra Allah Teala insanlarla danışmağa başlayır. O insan ki bir hədd-i-buluğa yetişdi, Allahın ayələri, Quran-ı Kərim o insanlara aid olur. Və gözəl, yaxşı yollar, düzgün yollar, sırat-ı müstəqim ki həmişə oxuyuruq, yəni insanların düz yolda olması və onun Allah tərəfindən müjdələməsi, ayələr, cənnət ayələri Quran-ı Kərimdə qeyd olunub. İnsan görürsən, Quran-ı Kərimdə də buyurur ki, ya düz qabağa gedirsən, düz yolu tapırsan, əgər qabaqda düz yol yoxdursa, arxaya qayıdırsan, tövbə edirsən, düz yola yetişirsən. Sağa sola getməklə insan düz yola, bir məqsədə yetişməz. Quran-ı Kərimdə Allah Teala buyurur ki, deyir, biz onların qabaqlarını və arxalarına sədd çəkdik. Yəni insan, o səddlənmiş insanlar ki, nə qabağa gedərlər, arxaya çəkilərlər, düz yolu tapmazlar, onlar düzgün yolda olmayan insanlardır ki, və Allah da o şəxslər barəsində Quran-ı Kərimdə cəhənnəm ayələri göndərib. Allahın əlində çətin bir şey deyil. Əgər bir ayə, bir insanı cəzalandırmaq üçün bir ayə göndərilirsə, əbədi olaraq cəhənnəmə vasil olur. Həzrəti Peyğəmbərin əmsi Əbu Ləhəb nə qədər təsirlər göstərdi Peyğəmbərə qarşı, dinə qarşı, İslama qarşı. Allah bir dənə ayə göndərdi. Təbbət yəda Əbu Ləhəbin və təb. Yansın Əbu Ləhəbin əlləri cəhənnəm odunda. Bu kifayət elədi ki, o əbədi olaraq cəhənnəmə vasil oldu. Oxuduğum ayə də bir ayədir ki, insanın zülmkar olması barəsindədir. Bir insan əgər zülm əhli olursa, zülmkar olursa, Allah Teala onu cəhənnəm ayələri ilə
müjdəliyir, belə deyək, cəhənnəm ayələri, cəhənnəmə vasil olması haqqında ayələr buyurur. Allah Teala Quran-ı Kərimdə oxuduğum bu ayədə buyurur ki, Bismillahirrahmanirrahim və anitil vucuhu lil hayyil qayyum. Deyir, Allahın diri olan və müqəddəs olan Allahın qarşısında onun üzü zəlil və acizdir. Və sonra buyurur ki, vəqəd xabə mən həmələ zulmən, kürəyində zülm yükü olan şəxs məyusdur, ziyana uğrayacaqdır. Bu bir zülm əhlinin barəsində buyurduğu bir ayədir. Alimlər təfsir buyurublar ki, və ənəti sözü o ayədə bu cür mənada işlədilir ki, insanın zəlil və zillət alçalmaq mənasında işlədilir. Vucuhu sözü, yəni həmən o şəxsin üzü Allah qarşısında zəlil və xəcalətli olacaq. Quran-ı Kərimdə Allah Teala buyurur ki, vucuhun yevmeyzin nazirə, o günü üzlər sevinər və ila Rabbikə nazirə, və Allaha tərəf baxarlar. O üzlərdir ki, burada məna bu cür nə deyil, biz Allaha görəcək qiyamətdə, yox. O üzlər ki, Allah yanında üzləri ağ olan insanlardır ki, onlar xəcalət çəkməzlər. Amma bəzi üzlər ki, Allah Teala buyurur ki, o insanların üzü Allah qarşısında zəlil və zillət içində alçalmaq mənasında o cürünə vəziyyətdə Allahın qarşısında olacaqdır. Zülmün bir mənası da budur ki, bu mənadadır ki, bir insan haqsız yerə qarşı tərəfi zülmü ilə qətlə yetirər. Allah Teala, Həzrəti Peyğəmbər salavatullah buyurur, Allah Teala hədis qudusda buyurur ki, buyurur, ya ibadi inni harramtu ala nəfsi. Buyurur, mən öldürməyi, ey bəndələrim, mən zülm etməyi özümə haram etdim. Sizə də haram edirəm. Və cealtuhu beynekum muharrama fela tuzlamun. Buyurur ki, sizə də haram edirəm, bir-birinizə zülm etməyin. Quranda zülmün haqqında Allah Teala buyurur ki, lənətullah əla qavmi zalimin. Zalimlər barəsində buyurur ki, zülm əhli barəsində buyurur ki, Allahın rəhməti onların üzərindən götürülüb. Lənət yəni bir şəxsin üzərindən Allahın rəhmi götürülməsinə deyərlər. Necə ki, şeytan üzərindən götürüldü. Və Allah da buyurur ki, sizlərə də budur ki, bir kimsəyələrə qarşı zülm və haqsız yerə insanları qətlə yetirməyin. Alimlər buyururlar ki, zülm üç növdür. Buyurur, biri Allaha zülm eləmək, insanlara zülm eləmək və insanın özü-özünə zülm eləməz. Allaha zülm eləmək o mənadadır ki, insan Allahın əmrlərindən xaric olur, çıxır. Allahın əmrlərini dəyişdirir. Allahın qanunlarını öz ağılı nəticəsində özünə uyğun mənalar verir. Bir insan ki, öz əqlini Allahın əmrinə tabi olasa, o əql ağıllı, sağlam əql sayılır. Əgər Allahın hökmlərini insan öz əqlinə tabi eləsə isə, o öz əqli ilə Allahın qanunlarına fətvalar, hökmlər, mənalar verəcəkdir. İnsanın da özü-özünə zülm eləməsidir ki, öz nəfsi üzündən öz nəfsinə zülm eləyir. Allaha zülm, bəli, Allahın əmrinə tabi olmaq. Amma kim ki, Allah Teala Quran-ı Kərimdə buyurur, kim Allahın hududlarından kənara çıxsa, həqiqətən özünə zülm etmişdir. Allah bir hüdud qoyub insan üçün, həddi aşmayasan. Bütün hökmlər, bir insan ki azğınlaşır, həddi aşır, Allah o şəxslər cəhənnəm əhli olaraq Quran-ı Kərimdə buyurur. Həzrəti Əleyhisselam buyurur ki, zülm üç növdür. Bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm və bağışlanan və sorğu-sual olmayan zülm. Bağışlanmayan zülm Allaha şərik qərar verməkdir. Bir insan Allaha şərik qərar verər. Məsələn, deyə mən Allahı qiyamət günündə görəcəm, bu Allaha şərik qərar verməkdir. Allah nə bu dünyada, nə o dünyada heç bir peyğəmbərin gözünə görsənməyib ki, nəinki qiyamətdə insanlarla sorğu-sual eləsin. Allah da cisim deyil, məlumdur. Bağışlanmayan zülm odur ki, insanların, bəndələrin bir-birinə qarşı elədiyi zülmdür. Buyurun. Zülmdür. O da zülmdə, yəni
qarşı tərəfi heç nədən buyurun. Neyləmək? Qətlə yetirmək. Və bəndələrin bir-birinə zülm etməsi və günah edib özünə rəva bilən zülm isə o da insanın özünə edilən bir zülmdür ki, bəli, o da Allahın təqdirindədir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Mən qətələ nəfsən bi qeyri nəfsin." Yer üzündə fitnə fəsad törətmiş bir şəxsi öldürülsə və bütün insanları öldürmüş kim olur? Av fəsadi fil ərzi fəkəənnəmə qətələn nasə cəmiən. Bütün insanları öldürmüş kim olur? Cəhənnəm əhləri də və cəzası da vardır ki, Allah yəni bunlardan uzaq olanlar ki vardır, çox inatkar olanlar ki vardır. Yəni bu insanları Allah Teala Quran-ı Kərimdə bu cürlə qiyamətdə insanların huzuruna gələcək ki, bu da summun bukmun umuyun, kar, lal, kör vəziyyətdə insanlar məhşərdə Allahın huzuruna gələcək. Və Allah Teala Quranda buyurur ki, İnnəkə la tusmi'ul mavtə. Həqiqətən sən ölülərə eşitdirə bilməzsən, Həzrəti Peyğəmbər salavatıllaha buyurur. Yəni insanın ki, gözü kör, qəlbi möhürlənə, o nə qədər diri də olsa belə, onun ruhu ki ölüb, ona heç bir söz eşitdirə bilməzsən, o qəbul eləməz. Və bu insanlar ki vardır, zülm əhlidirlər, insan öldürürlər, qətlə yetirirlər, Allah Teala onların qiyamət günündə məhşərə gəlməsi haqqında buyurur ki, nalə və yardım diləyərlər insanlardan. Yardım diləyərlər. Quran-ı Kərimdə Allah Teala buyurur ki, "Yevmen yec'alul vildana şey'an." Qiyamət elə bir gündür ki, onun çətinlikləri uşaqların qocalmasına səbəb olar. Uşaqlar qocalmasına səbəb olar. Buyurur ki, "Yevmen yec'alul vildana şey'an." Uşaqlar ağ saçlı qocaya dönən gün. Yəni o dəhşətdən uşaqların saçları belə ağaracaq. Və sonra buyurur ki, "Ləv ənə ləhum ma fil ərzi cəmiən və misləhu ma'ahu la mis'aul əftədəu bihi." Əgər yer üzündə olan şeylərin hamısını və onun misli onların hamısını özlərinin nicat tapmaqları üçün fəda etməyə razı olarlar. İnsan yəni məna budur ki, hər şeyi istəyəsən verəsən, təki o məhşərin cəzasından, əzabından xilas olmaq üçün Allah Teala Quranda buyurur ki, hər nəyini verəcəklər ki, təki onlara nicat verirsin. Rəd surəsinin 18-ci ayəsidir. Və sonra buyurur ki, insan həmən vaxtı məhşərdə həmən şəxslər buyurur, "Yevmə yəfriqul mər'u minəl əxihi və ummihi və əbihi və sahibihi və bənihi." O gün insan öz qardaşlarından, anasından, atasından, zövcələrindən və oğullarından qaçacaqlar. Və məhşərdə buyurur, o cür zülm əhlilərin, Allahın hökmündən uzaq olan insanların, cəhənnəm əhli olan insanlar, həmən gün insan çıxış yolu axtaracaqlar. Çıxış yolu axtaracaqlar. Yenə Allah Teala Quranda buyurur ki, "Yəqulul insan yevmeizin eynəl məfərrə." Buyurur ki, qaçıb qurtarmaq üçün yer hardadır? Hər tərəfdən ona ölüm üst tutar, amma ölməz. O qədər çıxış yolu axtaracaq ki, bir çıxış yolu da tapmayacaq və yətihil mavtə min kulli məkanin və ma huvə biməyti. Öz ölüm hər biri tərəfdən ona üz tutar, halbuki o ölən deyildir. Və sonra günahkar insan həmin gün əl-ayağa düşəcəkdir. Əl-ayağa düşəcək. İmam Səccəd əleyhissalam buyurur ki, Ramazan ayının deməli səhərlərinin duasında buyurur ki, o öz ətrafına baxar, gah sağa, gah sola, sonra yaxşı insanların nicat tapdığını görər, tək onun əli boş olduğunu görər. Yəni,
heç bir əldə eləməyib. Və dünyada gördüyü işləri, nə üzündən olar, heç nə əlində qalmaz, dünyada gördüyü işləri riya, loğvalıq və təkəbbürlük üzündən onun bütün yaxşı əməllərini batil eləyər. Və pis işləri gözündə zinətləndirir. Quran buyurur ki, Zuyyinəlləhu su'ul əməlihi, pis əməlləri onun üçün zinətlənər. Bu cür insanlar, yəni bu dünyadan əliboş gedərlər. Və sonra buyurur ki, və hum yəhsəbunə ennəhum yuhsinunə suna'an, və onlar yaxşı işlər görmələrini güman edərlər. Elə bilərlər ki, yaxşı iş görmüşük. Öz işləri ilə belə deyək, kef apararlar Allaha. Və sonra həmən məhşər günündə, qiyamətdə insanlar möminlərdən kömək diləyəcəklər. Ki, o insanlar ki, zülm əhlidirlər, Allahın hökmlərinə qarşı çıxıblar, möminlərdən yardım diləyəcəklər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, unzurna naqtabins min nurikum qilə irci'u vəra'akum fəltəmisu nuran. Buyurur ki, bizə tərəf baxın ki, kafirlər deyəcək, həmin o günah əhli, bizə tərəf baxın ki, nurunuzdan işıq götürək. Möminlərə deyəcəklər. Onlar da onun cavabında buyuracaq ki, ələm nəkun məəkum, məyər siz bizlə birlə deyildiniz, bizim yanımızdaydınız da. Amma heç bir nurundan onlara verə bilməyəcək. Sonra başqa bir ki, onların günahkar insanların yardım istəməsi bir-birlərinin boynuna atacaqlar. Ən çətin, dəhşətlisi budur. Bir-birlərinin boynuna atacaqlar. Buyurur ki, ləvlə antum ləkunna mu'minin. Əgər buyurur, siz olmasaydınız, biz mömin olardıq. Bir-birlərinin boynuna atacaqlar. Lakin onlara cavab gələr ki, ənəhnu sədədnəkum, məgər sizi biz saxladıq? Allah hər bir kəsə əql verir. Bəzən görsən, insanlara o qədər təbliğ eləyirlər ki, insanların əqlini aradan aparırlar ki, elə iddia eləyirlər ki, biz düzük. Daha demir ki, Allah deyən düzdür. Çünki Allahın dediyini yox, öz nəfsi istəklərini, İslamda özlərinin öz prinsiplərini, nəfsi istəklərini insanlara təbliğ eləmək istəyirlər. Burada ki, məgər sizi biz saxladıq və buyurur ki, ətə'nə sadətnə və kubərra'ənə fəzəlluna səbila. Bu da kömək eləməyəcək. Buyurur, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik. Onlar deyəcəklər. Biz öz ağalarımıza və böyüklərimizə itaət etdik. Onlar isə bizi yoldan azdırdılar. Bu cür bəhanələr. Bunların da bu söz də keçməyəcək. Ona görə buyururlar ki, insanın yaşayışında ən önəmlisi, meyyar bizi üçün Allah Teala qoyduğu nümunə Peyğəmbər və onun əhl-i beytidir. Əgər onun arxasıca geçsək, o böyüklərimizin, o ağalarımızın arxasıca geçsək, sözsüz ki, biz qiyamətdə inşallah nicət tapacaq. Çünki Allah şəfaət eləyən Peyğəmbər və onun əhl-i beytidir. Və sonra buyurur ki, ey Rəbbimiz, onlara 2 qat əzab ver. Və o şəxslər ki, deyəcək, biz öz ölənlərimizə, ağalarımıza, rəhbərlərimizə ardıca getdik ki, onlar bizi yoldan azdırdılar və onlar üçün də dua eləyəcəklər. Rəbbənə ətihim ziğfəyni minəl əzab. Onların əzabını 2 qat çoxalt. 2 qat əzab ver. Öz ağalarına qarşı o günahkarlar dua eləyəcəklər. Və sonra insanın kömək dilədiyi bir varlıq da olacaq, buyururlar ki, şeytandan yardım diləməsi. Şeytandan yardım diləməsi. Və öz günah əməllərinin özünə haqq qazandırmaq üçün
şeytanın boynuna atacaqlar. Allah Teala ki onlar ki deyəcək bizim təqsirimiz yox idi, şeytan bizi yoldan azdırdı. Şeytan deyəcək ki fəla təlmuni və lumu anfusakum, məni məzəmmət eləmə, özünüzü məzəmmət eləyin. Quran ayəsidir, İbrahim surəsi 22-ci ayət. İlla ən dəvətukum, mən sizə bir dənə dəvət elədim. Dəvət elədim. Fəstəcəbtum li, və siz də mənim dəvətimi qəbul elədiniz. Şeytan insanı zorla hansı bir küfür aparmır ki, sadəcə olaraq vəsvəsə eləyir. O vəsvəsədən uzaq olmaq üçün Allahın hökmləri var, Peyğəmbərin, Əhl-i Beytin qoyduğu. Quran Kərim buyurur ki, İnnəhu əduvvun mubin, o sizin açıq-aşkar düşməninizdir. Hamısını Allah Teala Quranda bizə deyib. Sizi dəvət etməkdən başqa və siz mənim dəvətimi qəbul etdiniz. Sonra buyurur ki, mən sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mənim sizin üzərinizdə ma kanəli aleykum minəl sultan. Mənim heç bir sultanlığım, ağalığım sizin üzərinizdə yox idi. Mən sizi zorla hansısa bir işə sövq elətdirmirdim. Sizin ağanız, rəhbəriniz də idi. Şeytan deyəcək. Yenə də heç bir çıxış yolu yoxdur. Nəhayətdə cəhənnəm məmurlarından yardım diləniləcək. Cəhənnəm məmurlarından hansı tərəfə üz tutsa, insan hansı tərəfə üz tutsa Quran ayəsidir. Onun deyil, sinəsindən vurub geri qaytaracaqlar. Və buyuracaq, qaləl-ləzinə finnar, od içində olan cəhənnəm gözətçilərinə deyəcək ki, li xəzənətil cəhənnəmə, deyəcək ki, Rəbbinizi çağırın və əzabı bugün bizdən yüngülləşdirsin. Cəhənnəm odun yatanlar buyuracaq, ud'u rabbakum yuxaffaf anna ma minəl əzab. Rəbbinizi çağırın ki, bu əzabı bir gün bizdən yüngülləşdirsin. Yenə də heç bir nicat yolu olmayacaq. Nəhayətdə insanın Allah'tan yardım diləməsi, Allah Teala Quran-ı Kerimdə buyurur Müminin surəsində, deyəcək, Rəbbənə ixricnə minha fəin udna fəinnə zalimun. Buyurur ki, ey Rəbbimiz bizi buradan çıxart, əgər qayıtsaq yenə o dünyaya deməli mütləq zalimıq. Əgər sən deyəni eləməsi, yenə zalim olacaq. Yəni zalim insanların bu cür Allaha bu cür yardım diləməsi, ilahi bizi qaytar o dünyaya. Əgər biz sən deyəni eləməsi, yenə mütləq biz zalim olarıq. Allah'tan da nida gələr ki, orada zəlil vəziyyətdə sakit və uzaq olun. Mənimlə əsla danışmayın. Bunun ərəbini oxumuram. Məndən əsla danışmayın. Allah ki bir insandan qiyamətdə üz döndərə danışmaya, vay onun halına. Buyurar, ey Rəbbimiz, biz iman gətirdik, buna görə bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısan, lakin siz onları ələ saldınız və nəhayət məni yad etməyi unutturdu və siz həmişə onlara gülürdünüz. Yəni, məna budur ki, mənə qarşı çıxdınız və orada olan mömin bəndələrə qarşı tənələr vururdunuz, gülürdünüz və sizin axırınız elə bu cəhənnəm odudur. Allah'tan istəyir, Allah Teala bizi cəhənnəm odundan uzaq eləsin inşallah. Bizləri zülm əhlindən qərar verməsin. Allah axirətimizi xeyirli, bərəkətli eləsin. Allah şəhidlərimizi rəhmət eləsin. Allah Teala bütün möminləri bir-birinə rauf-u mehriban qərar versin inşallah. Allah dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin. Peyğəmbər alı, Peyğəmbərə salavat hədiyyə. Allahümmə salli əla Muhammed və ali Muhammed və accil fərəcəhum. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.